Yaxşılıqda da nəfsin yaxasından yapışasan ne gərək? Bu nəfsin namərdliyini biz bilmirik axı. Ə'da aduvvik, Peyğəmbər buyurur, ən qatı düşmənin özünsən. Biz inanmamışıq ki, düşmən içəridədir. Bu o qədər mənfur düşməndir ki, yaxşılıqlara gəlir, özünü qatır, yaxşı əməlləri də özünküləşdirir. Yaxşı əməldə təhlil elə görürsən, arxasından nəfs çıxır. Nəfs çıxır. Onları da təhlil elə. Sözümü bitirirəm. İmam Hüseyin əleyhissalamın ərəfə duasındadır. O kəs ki, yaxşılıqları pisliyidir, gör pislikləri nədir, özü üçün deyir. Mən deyir, özümə baxdım, yaxşılıqlarımı, demək ki, filan işi gördüm, əla, 5 qiymət özümə. Yaxşıdan da əl çəkmə nəfsindən. Deyən, gəl otur, sən namərdi tanıyıram. Sən namərdsən, səni yaxşı tanıyıram. Gəl görüm, bu yaxşılığıma nəsə qatmısan özündən. Bu yaxşılığımı özvə xidmət etdirmisən, yoxsa yox. Onda görürsən ki, yaxşılıqların çoxunun altından nəfs çıxır. Yaxşılıqların çoxunun altından. İmam Hüseyin ağa da bunu deyir. Deyir, yaxşılıqlarım pisliyə çevrildisə, gör pisliyim nədir mənim. Yaxşılıqlarıma təhlil elədim, baxdım, gör pisliklərim hamısı pis oldusa, deməli, günahlarım gör nədir. Bunu İmam Hüseyin əleyhissalam deyir. Ona görə əleyhissalam təqvalıları belə tərif edir. Deyir, ya'malu a'malus salihə fehuve ala vəcəl. Deyir, yaxşı işlərindən qorxurlar. Burada bir sual yaranır, onu da cavablandırmıram, amma qalsın sual ki, insan özündən bədbin olmaz. Ya da qalmasın, elə bir cümlə ilə cavab verim. İnsan ki, gördüyü yaxşılıqları da bir şey deyil, pislikləri də üst-üstə yığılıb, onda bəs əlac nədir? Bax, ən gözəl yer budur ki, bu məqamda desin, mən heç sənin rəhmət və ümidim var. Bax, bunu istəyir Allah. Bu da hər şeyə əlac eləyər. Mən baxdım heç, nə yaxşılığımda bir şey var, pisliklərimdəki hər yandan, mənə qalsa heç, səndən ümid ancaq səndəndir. Bax, bu xalis ümidlənməyin yolu budur. Özündən ümidsiz olub ona yönəldin, o da əlindən tutur. Deyir, elə mənə bu lazımdır. Özündən ümidsiz olasan, amma burada dayanmayasan. Özündən ümidin kəsilsin, ondan sonra yeganə mənə ümid eləyəsən. Ümidlənəsən ki, mən əlindən tutacam. Bu hal səndə yaranan kimi işin düzəldi. Görürsünüz, çətinlikdən necə asanlığa gəldi. Bu hal səndə yaranan kimi işin həll olur, görürsən ki, özü aparır, deyir, bu bəndəm etiraf eləyir də, deyir ki, mən bacardığım iş deyil bu. Mən də elə bunu istəyirəm ki, bilsin ki, onun bacardığı iş deyil. Etiraf, öz səhvlərini görmək, anlamaq və onun dərgahına yönəlmək ki, sənə tapşırıram. Bütün böyüklər hamısı belə islah olublar. Bu şəkildə özlərini düzəldiblər. Özünə arxain olan adam heç nəyə çatmır. Özünə inam yaxşıdır, amma hansı şəkildə? Özündən ümidsiz olursan, Allaha ümid edirsən, Allahın qüdrəti sayəsində özünə inam. Bundan söhbət gedir.